Mətanət A şirkəti əməkdaşını məhkəməyə verib. Bölgə TV teleqrafa istinadən xəbər verir ki, şirkət ekspeditoru 40.715 manat mənimsəməkdə ittiham edilib. İddia ərzində qeyd olunub ki, Məmmədov satışdan əldə etdiyi ümumilikdə 15.429.737 manat nağd pul vəsaitinin 4.075.595 manatını mənimsəyib. Təqsirləndirilən şəxs isə məhkəmədə ifadəsində bildirib ki, audit yoxlaması nəticəsində aşkar edilmiş çatışmamazlıq kimi olan pul vəsaitinin təxminən 2000 manata xəzinəyə ödənməyib. O bunun səbəbini pandemiya dönəmində maddi vəziyyətin aşağı olması ilə həmin vaxtlarda şirkət tərəfindən maaşların ödənilməməsini izah edib. Nərimanov rayon məhkəməsi Məmmədovun ifadəsini özünə bəraət qazandırmaq kimi qiymətləndirib. Şirkətə xeyli miqdarda ziyan vuran Məmmədovun azadlığı 3 il müddətində məhdudlaşdırılıb. Qeyd edək ki, Mətanət A şirkətinin rəhbəri Elxan Bəşirovdur. Dilbər Vüqar qızı, Bölgə TV.